dağılmağını istəmirsən, deyək ki, orada o emosional boşluğu buraxmaq istəmirsən, nə bilim, o xəyanətlərə uğramaq istəmirsən, o həmən o həyat yoldaşının müsbət tərəflərini axtarıb tapıb görməlidir. Bir dəfə xanım gəlmişdi bir konsultasiya, deyirdi, qızıllarıma qədər mən çox vermişəm ona. Yəni bu adam əmək verir də, nə istəyirsə oğlan ondan, bu qadın ona hər şey edir. O əmək vermir. Sadəcə onun egosunu doyurur. Bəli. O nə istəyirsə onu verir. Mən onu da, məsələn, deyəlim ki, sən ayrı şirkət açmaq istəyirsən. Buradan da çıxa bilmirsən, çünki buradan maaş alırsan. O da risklidir. Təzə şirkətə gedəcəm, gedib açacağım, işləyəcəm, yəni böyük bir keçid çətindir məsələsi. Yolda bəlirsizliyi var, burada müəyyənlik. Burada qeyri-müəyyənlikdir, burada müəyyənlik. Bəlkə o daha yaxşı olacaq. Amma burada o Daniel Kahnemanın hər yerdə bəcərik. Daniel Kahnemanın onun belə bir deməli iqtisadçıdır, psixoloqdur, amma iqtisadiyyat sahəsində belə bir açılış elədi və Nobel mükafatı. O dedi ki, insan qazanmaqdan çox itirməkdəndir. Mənə elə gəlir ki, bu xəyanət etmək üçün bir bəhanədir. Bəhanədir. Salam dəyərli izləyicilər. Bugün İşıqla Kölgə və Restart Medianın birgə layihəsində xoş gördük hər birinizi. Ümid edirəm ki, bugünkü mövzumuz çox xoşunuza gələcək. Çünki çox maraqlı mövzudur və bugün üçün çox aktual bir mövzudur. Mövzumuz xəyanət olacaq. Sizinlə mən psixoloq, praktik psixoloq xanım Bilalova, həyat yoldaşım, 23 illik həyat yoldaşım Qafqaz Bilalov və dəyərli psixoloqumuz, NLP-ümüz və coachumuz Aygün xanımdır. Xoş gördük uşaqlar, bir də hər birinizi. Xoş gördük. Həqiqətən də bugünkü mövzumuz çox maraqlı və aktual mövzudur və insanlar bu mövzuda harada düz rəftar elədiyini bilmirlər. Məncə. Bu mənim şəxsi fikrimdir təbii ki. Mən istəyərdim bu barədə danışaq, bəlkə kiməsə bir köməyimizdə idi, bəlkə bizim söhbətimizdən faydalandı, yararlandı. Siz mənimlə maraqlıdır. Məsələ xəyanət deyil, məncə. Məsələ bizim ona yanaşmağımızdadır. Bəli, hər kəs individual yanaşır. Emosiyalarımızdadır. İstənilən bir hadisəyə fərqli yanaşanda fərqli də hiss edirsən. Məsələn, adətən xəyanətə uğrayan kişi və yaxud qadın özünü necə hiss edir? Birinci şərti nədir? Hər kəs onu fərqli deyə bilər. Məsələn, mənə görə mən xəyanətə uğrasam və yaxud uğramaqdan sonra, bəli, qarşılaşdıqdan özümdə yox, qarşı tərəfdən bəklentimi, bəlkə də bir çox bəkləntim olur ondan və yaxud mən çox şey deyə bilərəm. Mənim düşüncə tərzim çox fərqlidir. Yəni, mən biraz fərqli yanaşıram xəyanətə. Əgər mən o povudu verməsəydim, o xəyanət olmazdı. Məndən istifadə olunmazdı. Məni sındırmaq deyil, məni daha da gücləndirir xəyanət deyə bilərdim. Başa düşdüm, bu verdiyin reaksiyadır. Amma ilkin duyğu nə duyğusu gəlir? Ağrı. İşte nə gəlir? Xəyanət deyəndə, burada xəyanət məsələsində bir var ailə münasibətində xəyanət, bir var ailədən kənar münasibətində xəyanət. İş münasibətində? Yox. Yəni, deyək ki, bunlar ailə qurmayıblar, amma bir münasibətləri var və oradakı xəyanət. Yəni, bunlar fərqli şeylərdir. Əgər bunların ailə yoxdursa, ailədən kənar münasibətdirsə, burada xəyanət onun kişinin qadının üstündə, qadının kişinin üstündə heç bir hüquqi haqqı yoxdur. Hüquqi haqqı olmadığına görə də o bəlkə də belə bir xəyanət sayılmaya bilər. Çünki sənin onun üstündə heç bir haqqın yoxdur, özü bilər, nə edir, özü bilər. Amma əgər söhbət ailədə xəyanətdən gedirsə, bu deyək ki, istəyir Afrika ölkələri olsun, istəyir Şimali Cənubi Amerika ölkələri olsun, istəyir Asiya ölkələri olsun, Avropa ölkələri olsun, Türk dünyası ölkələri olsun, hansı olur olsun, bütün dünyada yəni xəyanət yaxşı qarşılanmır. Aydın məsələdir. Mən onu bütün dünyada, gətirirəm də, gətirirəm ora. Yaxşı, gətirirəm. Yəni onu çox vaxt deyirlər ki, nə bilim, bizdə
belədir, bizdə belərlə deyək ki, Avropada açıq münasibətlər Mən var. duyğunu soruşuram. Hansı duyğu gələr? Xəyanətə uğrayan insana Hə. hansı duyğu gələr? Mən əslində biraz geniş götürürdüm gələn ora. Mən duyğudan danışıram. Hansı duyğu gələr? Duyğu istər-istəməz insan özünü dəyərsiz hiss eləyəcəkdir də. Sağ ol. Birinci Xəyanətə gəldi uğrayan duyğu. insan özünü dəyərsiz hiss Bəli. eləyəcək. Bu nikahla əlaqəli deyil. Xəyanət Amma- xəyanətdir də. Amma Nikahla əlaqəli Amma deyil. özünü dəyərsiz hiss eləyəcək. Amma bunun səbəbi də ondan başlayır axı. Səbəbi nədir? Mənimsənilməkdən. Yox, mənim sənimdən başlamır. Bu xəyanətin səbəbi də özünü dəyərsiz hiss eləməkdən başlayır. Məsəl üçün, Hı. kişi qadına xəyanət eləyirsə, Hı. sən deyirsən ki, qadın özünü dəyərsiz hiss eləyəcək. Amma kişi qadın elə belə durduq yerdə xəyanət eləmir axı. Aha. Kişi qadına Elə belə. o da Aha, bəli, çox maraqlı oldu. Bəli, buyurun. Aha, günah indi qalacaq. o da o fərqi yoxdur. Qadın olsun, kişi olsun. İndi məsəl üçün kişidir. Məsəl Xəyanət eləməyin səbəbkarı qadın olur. Yox, qadının da xəyanət eləməyin səbəbkar kişi olur. Yox, onu mən söhbət şeydən getmir, cinslərdən getmir, insandan. Ya sən cinsdən. Amma indi cinslər Niyə cinsdən danışdın? Fərq qoymaq üçün cinsdən danışdım. Mən də deyirəm ki, Yaxşı sən tərsini deyim. tərsin demə. Hə. Biz qadınların adından danışmırıq. Sən kişilərin prizmasından danış. çox çətin oldu. Çox çətin oldu. Çətin oldu. O sən bir Demək kişisən. istəyirəm ki, Bir kişisən. bax niyə sualı xəyanət verirsən, sualı verirsən Hə. ki, bir insan xəyanətə uğrayanda özünü necə hiss edir? Hə, evet. Həddindən artıq dəyərsiz hiss edir. Ay sağ ol. Amma xəyanətə gətirən səbəb də onun bir dəyərsizliyidir. Bax məsələn, sadə bir dənə misal çək. Ha. Bax deyək ki, iki ər-arvad, yəni nə bilim iki sevgili gediblər hansısa bir konsert. Məsəl üçün tanınmış bir məşhur Faiq Ağayevin konsertində. Hə. Bunlar koridorda Faiq Ağayevlə rastlaşdılar. Hə. Məsələn, qadın dedi ki, yoldaşının yanında, dedi ki, ay Faiq sən supersən, sən də gözəl səsin vardı. Mən sənin fanatınam. Bunda nə olacaqdır? Kişi özünü dəyərsiz hiss eləyəcəkdir. Niyə dəyərsiz hiss edir? Çünki Gedəndə bilmir ki, arvadının fanatının konserti. Yo, biri var gedir konsertdə zövq almağa. Konsertdə biz niyə gedirik? Zövq Faiq almağa Ağayevdən gedirik. zövq alır, onun Amma konsertindən zövq Onun alır. səsindən, onun oxuduğu mahnıdan, şeydən, nədadır o konsertin yaratdığı bir auradan. Amma yox əgər orada qadın deyək ki, bunun arvadı, orada başlayır Faiqə təriflər deməyə, nə demək? Burada kişi özünü dəyərsiz hiss eləyəcəkdir. Yaxşı, eyni situasiya bəs kişi eləsə. Fərq yoxdur, eyni şeydir. Eyni şeydir. Yəni burada insan faktoru vardır. Kişi, qadın, mən bunu cinslərə görə bölmürəm. O da başlayacaq, kişi də başlayacaq, orada boşluğa düşəcəkdir. Yəni özünü dəyərsiz hiss eləyəcək. Yəni məsəl üçün mən bu sualı, bu misalı çəkdim. İndi o Faiq olmasın, olsun, nə bilim, başqa bir Əlifsət. Niyə o kişi həmən moment düşünmür ki, sadəcə olaraq bir fanatizm deyək də, fanatizm. Sadəcə bir iltifat Hayır, sadəcə olaraq bir iltifat eləyir. O demək deyil ki, bir insana xoş söz, kompliment dedinsə, fanatlıq elədinsə, yanındakı insana sən xəyanət elədin və sən Yaxud evə onu gələndən sonra dəyərsizləşdirdin. dəyərsizləşdirdin və yaxud görməzdən gəldin. Sonra evə gəlib bir skandala çevirib onu xəyanət eləmək üçün bir povod, xeyr. Heç də elə bir şey yoxdur mənə görə. İnsan instinktlə Kişi üçün deyir. bəhanədir. İnsan boşluğa düşəndə ən çox biri var fiziki xəyanət, biri var emosional xəyanət. Xəyanət. Yəni yox, xəyanət deyil. Fərqi var. Fərqi var. Biri var fiziki xəyanət, biri var. Məsələn, fiziki xəyanət eləyənləri deyək ki, nə bilim axı bunların adını qoyaq, hansısa bir psixoloji xəstə adını qoyaq qırağa. Yəni bunlarla işimiz yoxdur. Yəni bu biz söhbətin mövzusu deyil. Mənim bu dediyim emosional xəyanətdən söhbət gedir. Halbuki ailələrin dağılmağına, münasibətlərin parçalanmağına, onlar emosional xəyanətdən başlayır. Fiziki xəyanətdən çox vaxt heç fiziki xəyanətlər bilinmir də, üzə də ailələr də dağılmır. Çünki bunlar gizlin qalan bir şeylərdir. Amma əsas emosional xəyanətdən söhbət gedir. Yəni ailələr təhlükəli olan emosional xəyanət. Yəni emosional xəyanətin də yaranma səbəbi birinci növbədə nörondan gedib kənardakından. Bu kişi Faiq Ağayevin konsertinə o arvadla gəlmədən yəni bütün sən də belə başa düşdün. Arvad Faiq Ağayevin konsertinə o kişi ilə ya da gedibsə öz partnyorunun yanında Faiq Ağayevi tərifləməməlidir. Yaxşı, onda o insan öz onu mənzilini böyütməməli. itirir. Onu böyüdürsə, istər-istəməz bu bir boşluğa Bu insan öz emosiyalarını.
özünü emosional yaşasın, konsertdə oynasın, oxusun, əl çalsın, Burada əylənsin. hardasa məncə daha kişilərin egoizmi çox rol oynayır. Yox, dediyim ki, burada kişi qadın söhbəti deyil axı. O qədər mən məsəl üçün dəfə rast gəlmişəm Sibelcanın konsertində Sibelcana baxan kişiyə qadın da ancaq ərinə baxırdı. Yəni o konsertə baxmırdı, ərinə baxırdı. Belə hastaya da belə. O da hə. Yəni görürdü ki, ona necə şeylə baxır, heyranlıqla baxır, onu da gözlərində. Bir şeydən getdin, bir o Neçə səbəb o deyil axı. Başlıca səbəb. Başlıca səbəb o deyil. O qədər qadınlarımız var ki, oturub evdə bütün gün yemək bişirir, uşağa baxır. İdeal qadın. İdeal qadındır. Yəni evdən emosional da xəyanət eləmir. Evdən də bayıra heç çıxmır. Bu insanın bir adamı görmə ixtiyarı yoxdur ki, o ki ola ki, bir kişini görə və ona bir iltifat. Mən dediyim başlıca səbəb idi. Sonra bunu keçək ikinci səbəbinə. İkinci səbəb danışmamaq, ünsiyyətsizlik. Kişi danışmırsa qadın nə? Ünsiyyətsizlik də danışmırsa demə orada yenə emosional xəyanət olacaq da, qadın da emosional xəyanət olmur. Məsələn 5 il evlilikdən sonra kişi gəlir evə, standart evliliklərimiz deyirəm də, Azərbaycan mentalitetini deyirəm. Kişi gəldi evə, mən pul qazanıram. Telefonu aldı əlinə, oturdu divanda, ayaqlarını uzatdı. Oturdu telefonda, televizora baxdı, sonra uzandı, yatdı. Səhər durdu, işə getdi. Mənim başım ağrıtmır, çörək gətirirəm evə. Evin var, qadına dedik ki, qadın gəlir, bir şey danışmaq istəyir. Axı bütün gün kişi tamam enerjisini çöldə çıxardıb, amma qadın kiməsə danışmalı da gəlir yoldaşının yanına. Yoldaş deyir ki, sən məni yorursan. Mənə danışma, mən yorğunam. Sənə nə lazım? Ev almışam, maşınla gəzdirirəm. Hər şeyin yerində. Nəyin əksiydi? Burada tamamilə qadını ruhdan salır. Emosional bağı tamam qırır. Ondan sonra deyirlər ki, qadın niyə xəyanət elədi? Emosional olsun, fiziki olsun və yaxud hansısa kişiyə, tamam başqa bir kişi gələndə soruşanda ki, necəsən? Avtomatik olaraq yox, indi siz burada deyək ki, qadın tərəfdən danışırsınız. Amma mən qadın-kişi fərqi qoymuram. Qadınların xeyr, baxın, bizdə kişilərdə çox vaxt deyilir ki, ailəni idarə edən, ailəni xoşbəxt edən qadındır. 90 neçə dedi dünən gedək? 95%. 90% qadın xoşbəxt eləyir ailəni. Yəni kişinin rolu orada nə qədər nədir? Kişinin rolu. Onlar bir sözünü bircə dəqiqə. Mən bir şirkət qurmuşam. Bu şirkətin rəhbəri mənəmsə, bu şirkətin müsbəti də, mənfisi də mənim ayağıma yazılır. Təbii ki. Əgər bir kişi mən bu ailənin başçısıyam deyirsə, rəhbərsənsənsə və burada bir düzgün getməyən nələrsə var və burada sənin işçin səni qoyub gedib başqa bir şirkətlə gizlində danışıb, razılaşıb, daha yüksək maaşla ora getmək istəyirsən, deməli sən yaxşı rəhbər deyilsən. Və işçini və şirkəti idarə edə bilmirsən. O sənin dediyin bir 40 il bundan qabaq, bəli, düz idi. O kişinin ailənin rəhbəri kişi olurdu, qadın otururdu evdə, evdən eşiyə çıxmırdı, kişi də qazanırdı, gətirirdi, o bayaq dediyiniz kimi bunların hamısı idi. Amma indi müasir dövrümüzdə o ailələr o qədər də yoxdur. Elə o qədərdir. Tamam. Əksinə azdır faizi. Bəli, bu gün müstəqil işləyən, öz sözünü deyən qadınlarımız da var. Amma indiki nəsil gəlir ha. Məsələn bizim qızımız yaşda. Bunlar çoxdular. Çünki indi hamı başladı qızlarını oxutdurmağa. Amma birinci deyir ki, qızım işlətsin, karyera qursun, əli çörəyə çatsın, sonra bunu evləndirim. Bunu hansı analar elədi? Vaxtında öz ərləri tərəfindən əzilən analar öz övladları, qızları əzilməsin deyə artıq övladlarını, qızlarını bu yöndə yönəldir. Öz yaşadığı həyatı övladına rəva görmür. 2000-dən sonranın uşaqları sən deyən var. Yəni bu nəsildə o olacaq, bəli, bərabərlik. Amma 2000-dən qabaqlara getsək, orada hələ də qızlar bizi böyüdəndə necə böyüdürdülər? Onsuz da ərə gedəcəksən. Bəs indiki dövrümüzdə qadınlar bərabərlik tələb eləyir, amma özlərinə sərf eləyən tərəfdən o bərabərliyi tələb eləyir. Məsələn, deyək ki, sən bütün evin xərclərini sən ödəməlisən, amma biz bərabərik. Mən istədiyim kimi, istədiyim yerə getməliyəm. Onlardan bərabərlik olur. Əgər biz bir yerdə, bu ailəni bir yerdə qurmuşuqsa, işimizin də hüququ bərabərsə, bütün hər şeyi bərabər eləməli. Almanlar kimi.
Almanlar Ben kimi? bildim, Almanlar bildim səni, səni. Almanlar. Ben Alman. bildim səni. Əlvindən əlliyə. Kaç bu dəqiqə Almaniyada Bilirsiniz deyil, nədir? bütün Bilirsiniz əksər Qafqaz ölkələrdə. nədir? Mən başa Hardasa, düşdüm onu. hardasa mən oyundan razıyam. Bax, mənim heç yadımdan çıxmaz. Deməli, şey qrupundadır. Əzbəyeva gedən qrup var. Neftçilərdən gələndə. Hə, orada zəvər Hə, satmaq, orada bir Koroğlu metro satmaq. Koroğlu metro bir qrup var. Orada deməli Heydər Əliyevin bir sözü var. Böyük hərf belə yazıb plakat formada vurublar ki, iqtisadiyyatı güclü olan dövlət güclüdür. Gözlüdür. Bu tək dövlətə aid deyil, bu insanlara da aiddir, fərdə də aiddir. Ailə də balaca dövlətdir Ailədə də. balaca dövlət bunu nəzərə alsa, Qafqaz deyir ki, yəni mən alıram, mən gətirirəm, mən yedirdirəm, mən içirdirəm, hakimiyyət məndədir, sən də mənə tabe olmalısan. Əslində belə baxanda düz deyir. Necə düz deyir? Yəni gedişat elədi. Uşağa necə deyirik ki, mənim evimdə qalırsan, mən haçan böyüyərsən, özünə şalvar alarsan. Qazanc kimdədir, hökm ondadır. Alsan, nə deyirik? Nəsə uşaq da etiraz edəndə desin ki, əynivə bir dənə şalvar ala bilmirsən. Saçan özün qazandın. Özün də onda danışarsan, haqqın olar. onda söz haqqın olar, onda nəsə tələb edərsən. Əslində bəli, haqlılıq payı var. Mən səndən razıyam. Niyə? Çünki əgər bir insan özünü məsələn götürürəm mən Maslow'un piramidasını da. O Maslow öz piramidasında bir insanın tam şəxsiyyət olması üçün ehtiyaclarını qeyd elədi. Məsələn, birinci ehtiyac qeyd elədi ki, əsas ehtiyaclardan da təməl insan Yemək olmamalıdır, evi ev olmalıdır, olmalıdır. qalacağı Birinci yer fiziki olmalıdır. tələbatlar, təməl ehtiyac. Mən özüm öz Ev olmalı deyəndə o kirayə də ola bilər. Yəni məcbur. Hə, o vaxtmaları da qalacağı bir yer qalacağım bir yer olmalıdır. olmalıdır ki, isti, soyuq, külək, yağış, qar bunu. Hə. Yəni bunun bir yeri olmalıdır. Təməl Bu ehtiyaclar. təməl ehtiyacdır. Ondan sonra gəlir artıq məsələn səyahət ehtiyacı var orada, görülmə ehtiyacı var, təqdir ehtiyacı var, tərif ehtiyacı var. Bunlar da orada bir 6-7 pillədir. Tam əzbərdən o ehtiyaclar yadımda deyil. Kim istəsə Maslow piramidası yaza bilər, orada çıxacaq. Mən yerləşdirərik onu da baxarlar ki, o hansı ehtiyaclardır. Və deyir ki, bir insan, məsələn mən bunların hamısını özüm Qafqaz olmadan, Aygün olmadan özüm ödəyə bilirəmsə, mən artıq şəxsiyyətəm. Yox, əgər mən bunu ödəyə bilmirəmsə, məsələn Qafqazın evinə ehtiyacım var, Qafqazın maşınına ehtiyacım var, onun elədiyi bazarlığa ehtiyacı, ya o eləyir də, mən tam şəxsiyyət deyiləm. Və Qafqaz dediyi kimi deyirsən ki, bərabərlik olsun, amma bərabər deyil. Bərabər deyil. Bərabər İqtisadi deyil. cəhətdən yük mənim üstümdədir. Düz deyəndə qadınlarımız deyə bilər ki, onda mən də evi çəkirəm, çevirirəm, uşaq dünyaya gətirirəm. Amma o sayılmır axı. Bu inanın mənə, inan mənə sayılmır. Sayılmır. Heç bir hansısa bir kişiyə bu sözü desə, indi o onu düşünsəydi bu sözü Heç deməzdi. deməzdi, bəli. Niyə? Çünki bizim evdə gördüyümüz iş bu normadır. Analarımız, nənələrimiz eləyibsə sən də eləyirsən. Neynirsən ki evdə? Yox, indi analarımız, nələrimiz elədiyi işlə, intiqamdan elədiyi işlərdə bir deyil. Təbii ki, eyni deyil. Amma onlar əllərində yürüdülər. Amma indiki qızların belə deyək gücü, fiziki gücü də heç ona müsait deyil. Ancaq bu dəyərsizdir. Sürdülər, indi robot eləyir. Yəni Erkek Gördün. Amma razıyam da. Gördün. Bu faktdır. O fakt deyil, amma gördüyünü gördün. Mən Mən görürəm. demək istəyirəm ki, qadının elədiyi evdəki fəaliyyəti dəyərsiz. Görülmür. Yəni bu qadın Neçə dəfə eksperiment keçirdiblər iminlə bu temada da. Rusiyada da yadımda deyil iminlə kim idi. İstədiyimiz yerdə də bu eksperimenti keçirtmişdi ailəsi ilə. Çox imkanlı bir adam idi. Çox böyük sanatoriyası da var idi. Buna da pul demirdi. Bu da həmişə yoldaşına bir söz deyirdi ki, sən nə edirsən? Dedi gəl bir həftə yer dəyişək. Bir həftə yer dəyişək. 2 gün belə dözə bilmədi orada. Aydın məsələdir, amma indi bir məsələ var. Adamın pulu varsa, Amma ondan sonra öz xanımının yanında zam direktor elədi. 2 günə görə həyatı necə dəyişirdi? indi bax. Deyir pul kimdədirsə güc də ondadır. Pul varsa, səbə gedər yanka da tutar. Təbii ki. Ev yığışdıran da tutar ki, bizim elə tanıdığımız ailələrdə var. Sağlam baxıcısı ayrıdır, evindən povura ayrıdır. Yəni imkanı var. Qadın qayıdıb burada deyəcək, o sözü də deyə bilməyəcək ki, mən də uşaqlarıma baxıram, ev yığışdır. Orada o vəziyyət dəyişir. Orada təbii ki, vəziyyət dəyişir. Onlardan biz heç o temalara girmirik. Yəni əsas deyəcəm biraz şey çıxacaq, belə pul mərkəzli çıxacaq.
Amma qardaş göyə çıx, yerə düş, pul kimdədirsə, güc ondadır. Vəssalam. Və güclünün də zəifi əzdiyi bir dünyada yaşayır. Bax, elementar bir şey. Kişidir, hə, həyat yoldaşın. Olsun bunun içində narsist, grandioz, möhtəşəm narsist, düzdə elə deyəndə qaqaqlar deyir. Narsistin də möhtəşəm. Möhtəşəm narsistlər, mən artıq danışaram. Var. Var, mən səni göstərdim. Narsist yox, onun növləri. Məsələn, narsist var, deyir ki, mən asaram, kəsərəm. Bu özünü belə yüksək göstərər. İndi bəyənmək narsistə necə keçir? Narsistlə xəyanət birbaşa bir-birinə əlaqəlidir. Çünki ən çox onlardadır. Amma mən narsistlərdə çox xəyanət görmürəm. Yox. Belə onlarda belə necə lazım? Yox, var. Amma belə dəhşətli xəyanəti mən narsistlərdə yox, daha çox sakit adamlarda görürəm. Narsistlərdə uzaqlaşma, yaxınlaşma, uzaqlaşma. Narsist sadəcə olaraq əlində saxlayır. Hə, kumar aparatı. Elə bir cah uduş verir, cah uduş. O bilsən, o zəhərli narsistlərdir. Onların növbəti icazə verir. Narsist deyil, lan alqarı məsələsi. Ay, sağ ol. Ama yani izah edeyim de size. Biri var o dediğim gibi onu bildiniz. Biri var gizli narsist. Gizli narsistler daha çok mesela tavazekar olar. Girersen böyle huri mələk bu gizli narsist. Biraz da əzik tipi de olar. Ama bunlar hamısı manipulyatörlar. Biri de var güçlü manipulyatör. Biri de var zəhərli narsist. Zəhərli narsist, bax sən dediyin qumar aparatı məsələsidir. Bu toksik narsistdir. Yəni bildiyin necə ilk başlarda səninlə münasibət qurur. Wow, super. Sən dəyərli hissələtdirir, möhtəşəm hissələtdirir. İdeal. Və iminlə baxır ki, məhz sənin boşluqların hardadır? Oraları doldurur. Çox o sən danışırsan ha. Bizdə məsələn münasibət problem. Bax o boşluqlar yaxşı dedi. Yaxşı dedi. Yəni bu mövzuda ki deyirsə şeydir, xəyanət. Elə xəyanətin səbəblərindən biri də o boşluqlardır. Təbii. O boşluqlar da. Boşluq olmasa girə bilməz. Ay sağ ol. Yəni o xəyanətə yol açan səbəblərdən ən belə böyüklərindən başla öndəcələnlərin. Yaxşı, o boşluğa ən birinci ailədə belə deyək, ailədən bir söhbət eləyək. Hə. Sevgililərdən də yox, heç bir şeydən, sırf ailədən girək. O boşluğu yaradan kim olur? O boşluq gəlin belə deyək, faizlərdən yaradan kim olur deməyək, yaratmaq üçün nə etmək olar, belə deyək. Yaxşı, nə etmək olar? Yaratmaq üçün, məsəl üçün çoxlu səyahət eləmək olar. Səyahət deyəndə də boşluğu yaratmamaq üçün. Yəni boşluq olmasın, boşluq olmasın. Çoxlu boşluq yaratmaq bizim nəyimizə lazımdır ki, biz deyirik boşluğu yaratmamaq üçün. Bayaq elə dedim. Bax, səyahət də deyəndə çox adamın ağlına gəlir ki, romantik səyahət, Maldivdir, 5-6 min dollar pul xərcləyib Maldivə getmək. O deyil. Məsələn, əl-ələ verib hansısa bir parkda gəzmək, nə bilim, tələsmədən oturub uzun-uzadı söhbət eləmək. Bunu o gün kəşf elədim. Amma dərd orasındadır ki, indiki dövrdə bu yox. Yox, niyə? Eləmək olar. Parka çıxıblar iki sevgili ər-arvad. Hə. Evdə sıxılıblar, problemləri var. Çıxıblar çölə. Parkda oturublar. İkisi də telefondadır. Danışmır. Gərək onu hər ikisi o şəraiti yaratmaya da hər ikisi. Əgər o boşluğu doldurmaq istəyirsə. Amma birisi bunda oturursa avtomatik bu sözün dəyərsizlik hiss elədiyi üçün o da insan özü dəyişəndə istər-istəməz onun ətrafı da dəyişir. Məsəl üçün ailədə fərqi yoxdur. Ər olsun ya arvad olsun. Əgər istəyirsə o emosional boşluqlar olmasın, ailə möhkəm olsun, o özünü dəyişsə, o elə bir şəraitlər yaratmasa, yavaş-yavaş düzdür, çətin olacaq. Mən demirəm elə birinci gündən oturub ondan söhbət etməyə başlayan kimi bununla başlayacaqdı ki, hə, nə maraqlıdır, dur gedək. Biz səninlə 500 söhbət edə bilməmişik. Nə bilim, belə yadıma gəlmir. Biz təzə səninlə evli vaxt. Mən ümumi danışıram. Mən yadımdadır ki, biz yeni evliydik. 5 il biz ancaq mübahisə eləmişik də. Yəni sözümüz tutmurdu heç cür. Deməli 5-ci ildən sonra oturmuşuq mamam gildən nəsə söhbət edirik mətbəxdə. Birdən mamam gəldi, belə baxdı bizə dedi ki, "A, nə yaxşı söhbət edirsiniz." Bax o mənim yadımdadır. 23 ilimiz oldu da. Yəni onun 5 ilini getdi o şey. Yeni evliliklərdə də o mütləq olur. Təbii ki, ən azı 1 il, 2 il tanışma dövrü olur. Unutma dövrü olur. Bilirsən problem nədədir? Problem məsələ. Əgər hər iki tərəf bu ailənin bir yerdə qalmağına belə deyim, əmək verirsə, istəyirsə, hər iki tərəf.
yox, bir tərəf istəyir, o biri tərəf Bir tərəf çoxam. Əgər əmək bir tərəfdən gəlirsə, o əmək Ortaq də çox məsuliyyətlər olmalıdır da. olmalıdır. ortaq məşğuliyyət, Mütləq ortaq məsuliyyətlər ortaq olmalıdır. maraq. Məsələn, Bəli. mən artistlərdə nə görmüşəm, indi deyirsən. Ağac kimidirlər evdə. Hı. Mən Bayram atamdan- əzizlər. Mən atamdan da bax bunu görmüşəm. Deməli, atam gələrdi evə. Biz bir yerdə oturub yemək mədəniyyətimiz yox idi bizim. Birinci kişilər yeməli idi. Atam, əmim yeyirdi və yaxud onlar gələnə qədər biz mətbəxdə yeyirdik. Birinci uşaqları yedirdilər. Sonra nənəmlə mamam yeyirdi. Biz mətbəxdə. Kişilər gələndə, atamla əmim gələndə onlar qonaq. Xüsusi belə ekstra Özəl. hazırlanırdı. Artıq burada getdimi bölünmə. Ay arvad yerli bir. Arvad uşaq yer. Amma məsələn mən gəldim bunların ailəsinə, Qafqazcının ailəsində bunu görmədim. Orada yemək vaxtı hamı yığılırdı bir stolun Birliyi var başına, idi. birliyi var idi. Məsələn, o xasiyyət məndə indisiyə qədər qalıb. Mən tək yeməyə alışmışam deyə uşaqlıqdan. Qafqaz nə qədər mənə deyir ki, gəl bir yerdə oturaq yeyək. O bir yerdə oturmaq o qədər alışmamışam Çünki ki, datalarda dansalarda o qalıb axı. Hə məni o narahat edir. Giric eləyir də. Giric edir o məni. Məsələn, o məni narahat edir. Qafqazda mənim orada oturmamağım narahat edir. Nə qədər də otursanız ara sıra o özlənti olur. Hə, Tək mən oturma. tək yeyəndə daha rahat Rahat hiss olur, edirəm. hə. Yəni uşaq da ailədən nə görürsə, gəlir ailəsində axı onu əks elətdirir, yaşadır. Başa düşürsən? İndi deyirik ki, yaxşı. Və bu bölgü bizdə var idi deyə. Bizdə məsələn, papa nə öz anasından söhbət eləmirdi, nə mama ilə söhbət eləmirdi. İndi biz bunu necə dəyişə bilərik? Yəni burada qadın Qısqıraq neyləsin? insanlarla necə? Çox yaxşı. Gözəl ünsiyyət. Çox yaxşı. Standart Qızıl oğlan. hamısı eyni qaydada. Bəli, məsələn mənim atam həmişə bayırda Mən dedilər onlara ki, necə deyim? Rauf qızıl oğlan. Mən belə deyirəm elə adamı. Evin qara tikan, çölün qızılı gibi. Həqiqətən də elə Ona olur da. türklərdə el iyisi deyirlər. Eliyis. Hə. Hə, bilmirəm, yəni mən belə Onlar da özüm el onu iyisi belə deyirlər. Yəni görmüşəm. el üçün gözəldir, ailə üçün. Ya məsələn çöldə Şey. bizlə də çöldə çox qəşəng rəftar eləyirdi. Mənim balam, İdeal ailə mənim tablosu qızım, göstərdi. hə, və belə anar belə müraciət eləyirdi. En xoşum gəlirdi Nars. Elə istəyirdim Keşke evdə də olsun. Keşke evdə yox. Elə istəyirdim ki, keşke elə biz hər zaman elə bayırda yəni söhbət eləyirdi. O qədər istinmaz evə gəlirdin. Evdə adam var, amma yoxdur. Yoxdur, amma var. Pis olanı da budur. Evin içində səni ignor edirlər. Uşaq almır o. Öz konfor alanında öz Öz qaydalarını hökmünü- təbii ki, öz- öz hökmünü orada yürütür. Biz burada qadını və yaxud yaxşı qadını qınadı. Mən ki balasıydım da, övladıydım. Niyə? Sən buna nə izah verə bilərsən? Sən tərəfini tutursan bayaq. Ya mən işlərin tərəfini tutmuram. Mən ümumi danışıram. Az olmuş kişilər. Gəlir ana. Yəni çıxır orada qadın. Mən hələ qadın kimi demirəm, amma mən bir övlad kimi etirazımı bildirirəm bu məsələyə. Yox, mən də onu deyirəm ki, hər insanın mümkün deyil ki, bir adam elə belə başdan ayağa ancaq bunda mənfi xüsusiyyətlər olsun. Hər insanın mənfi xüsusiyyətləri də var, müsbət xüsusiyyətləri də var. O əgər ailədə deyək ki, indi kişilər tərəfindən danışıramsa, yaxşı deyək ki, ailədə qadın o ailənin sən o tərəflərini üzə çıxartmalıdır. Onunla münasibət quranda həmən o tərəfləri önə çıxardaraq Hə, münasibət önə qəşəng qurmalıdır. bazarlıq eləyir, çörəyin alır. Elə Yox, bil ki, indi bunun özünün bir şey də saxlayır evdə. bir də ki, qadın həyatdan nə istədiyini bilməlidir. Məsələn, həyatdan yox, o münasibətdən, o ailədən nə istədiyini bilməlidir. Əgər o Pul. istəyirsə, əgər o oradan pul istəyirsə, elə belə də olacaqdır. Aslında. Yox, əgər o oradan bir bağlılıq istəyirsə, bir nə bilim xoş vaxt keçirmək istəyirsə, bir yerdə əylənmək istəyirsə, onu da zamanla mənə elə gəlir ki, o istədiyini ala bilər. Onu çox qəşəng Çünki- dedin sən elə gəlir. Çünki həyatda elə bir şey yoxdur ki, insan onu həqiqətən istəsin, onun şuuraltısı mı deyim, nə bilim, Allah mı deyim, ona onu verməsin. Mən amma belə bir şey deyim ki, mənə elə gəlir, yəni mənə elə gəlir ki, bir insan xəyanətə uğradı mı, ondan sonra onu başdan ayağa belə deyim, qızıl
içində də tutsan, onların arasında emosional bağ olmur. Və o yaşayırlar, gözəl bir tablo kimi yaşayır. Niyə? Ərin pul qazanır, tamam maket kimi yanında olur, ər olsun, arvad olsun, fərqi yoxdur, insani xüsusiyyətlərdən danışırıqsa. Onlar sonradan bir yerdə bir-birini bağışlayıram, ailəni davam eləyirəm deyəndə belə, mən o ailədə indiyə kimi emosional bağ və xoşbəxtlik görmürəm. Onların hər kəsin özünün ayrı-ayrı dünyaları olur. Daha çox bunu mən bildim başa düşdüm desən. Sadəcə olaraq dost olar. Amma xoşbəxtlik yoxdur. Bağışlamaq, Mən qonşumu da bağışlaya bilərəm. barışmaq bağışlamaq deməkdir. Hə, yəni barışır. Şahane da deyir ki, mən bağışladım səni. Yox, o barışdır. Vəziyyət Yəni bir dəfə qəlbi qırılan insan güvəni qırılır. mənə görə özümü götürürəm özümdən. Mən tutaq ki, bir insandan küstümsə, bəlkə də indi kinli deyə bilərsiniz, bilmirəm. Fərqlidir bəlkə, bilmirəm. Mən bir dəfə bir insan gözümdən düşdümü, ikinci bir dəfə o insandan mənim üçün yoxdur. Var, amma yoxmuş kimi. Yəni sənin ən yaxının, sənin ən doğman, sənin yatdığın, durduğun, yediyin, içdiyin, nə bilim, onunla qucaqlaşıb yatdığın insan səndə bir dəfə sənin qırıldınsa, məncə ondan sonra ona necə güvənə bilərsən? Sən hər zaman o bloku saxlayacaqsan. Və çox ailələrdə, məsəl üçün yanınıza gələn ailələrdə nəyi görürəm? Həmişə bunu deyir ki, kişilər çox vaxt olur bunu. Məsəl üçün xəyanət etmiş kişi gəlir seansa gələndə nə deyir? Mən bir dəfə xəyanət edib bir səhv eləmişəm. Mənim yoldaşım məni barışmışıq da, hər bir şey olanda, bir səhvim, xırda bir səhvim olanda onu mənim üzümə vurur. Baxırsan ki, buna nə deyəsən? Bu insan sənin üçün o xırda səhvdir, amma bunun üçün xırda səhv deyil axı. Elementar bir sual verəcəm. Bilirəm, tutaq ki, xanımın eyni şey eləsəydi, doşur, nə danışırsan, mümkün deyil, öldürərəm, kəsərəm, doğrayaram, olmaz. Yaxşı, bəs bunu nə olsun? İnsan insandır, düzdür. Allah bir insanı yaradıb, bir duyğudur, onlar hamısı eynidir. Deyir, kişi elədi, o ötəri hissi oldu, yaxşı, heç bir şey, onu bağışlamalar qadında olmaz. Necə yəni? Xəyanət eləyən də kişi ilə qadındır. Xəyanətə uğrayan da kişi ilə qadındır. Yəni belə bütün dünyada belə bir qəbul olunmuş belə bir şey vardı da. Yəni məsələn baxsaq hansı ölkəyə, hansı coğrafiyaya baxaq. Deyək ki, orada sadəcə biraz mental fərqləri var, mentalitet fərqləri var. Amma ana qanun qayda eynidir. Kişi xəyanəti o qədər də belə şey sayılmır, şişirdilmir, böyüdülmür. Amma qadın xəyanəti daha çox böyüdülür, daha çox şişirilir. Məsələn, Asiya ölkələrində əri, ailə münasibətindən söhbət gedir də, əri Allahdan sonra ikinci yerə qoyurlar. Asiya ölkələrində Məsələn, Hindistanda deyirlər ki, Koreyada da, Yaponiyada. Hələ ərə sitayiş var idi. Hindistanda əri ölən qadınları monastıra göndərirlər. O özdə indinin, yəni 100 ilin, 200 ilin söhbəti deyil. Firavunların vaxtında ər ölürdüsə, qadını da oynar. Bu milyonlarla, Hindistanda indi də var. minlərlə, yəni insan yarandığı vaxtdan gələn bir şeydir. Bir tək yenə dediyim kimi, yəni bizim mentalitetinə əlaqəli olan bir şeydir. Bilirsiniz nə əlaqədardır? Amma bu son vaxtlar deyək ki, Amerika mədəniyyəti, Avropa mədəniyyəti bundan çıxmağa çalışır. Yəni bu şeydən çıxmağa çalışır. Amma onlarda deyək ki, o qədər şişirdiblər ki, bu mövzunu, bundan çıxmağa çalışmağı, deyək ki, çıxıblar. Üzü bu birisi tərəfə gedir. Məsələn, bu dəqiqə Avropa cəmiyyətində qadınların hüquqları, ev heyvanlarının hüquqları kişilərin hüquqlarından üstündür. Məsələn, rəfiqəm gəlmişdi Fransadan, deyir ki, burada birinci uşaq hüquqlarıdır, sonra qadın hüquqlarıdır, sonra heyvan hüquqlarıdır, dördüncü yerdə kişi hüquqlarıdır. Onlar bu şeydən çıxıblar, şey eləyə bilməyiblər də, nətər deyim, onu toparlaya bilməyiblər, çox az çıxıblar. Bu yaxınlarda bir Almaniyada yaşayan bir nəfər deyirdi ki, bəs Rusiya-Ukrayna müharibəsi ərəfəsində, ondan müharibəsi güclü gedən vaxtı deyirdi ki, bəs burada belə bir söhbət gedir ki, Almaniyada müharibəyə qoşula bilər, nə edə bilər, Rusiya ilə müharibə aralarında ola bilər.
deyirdi ki, kişilər kütləvi şəkildə ölkəni tərk edirlər. Deyir ki, çünki deyir bunlar yanlarında bıçaq çıxardanda deyir qaçıb gizlənirlər. Deyir yəni bunlarda o döyüşkənlik ruhu qalmayıbdı. Qalmayıbdı. Bu da həmən bu şeylərin nəticəsidir. Məsəl üçün kişidə döyüşkənlik ruhu, deyək ailəni qoruma ruhu, sahiblənmə duyğusu. Bunların hamısı da məsələn belə bu əks siyasətdə gedəndə o şeylər aradan çıxır. O şeylər itir. İndi bizim o şeylər maraqlı deyil. Yəni bizim müharibə eləmirik. Bizə öz dərdimiz maraqlıdır. Bizə bir qadın. Hər öz götürün qaçır. Qardaş, maraqlı deyil. Siz sabah gəlib müharibə eləyəcəksiniz, eləməyəcəksiniz. Biz qadınlara maraqlıdır ki, hansı qadına baxdın? Yəni hələ başqa qadına baxdığına görə gəlib hələ bir evdə də məni incidirsən. Variantlar hazırlayırlar danışır questiona. Uca təzə oyuncaq tapılıb, könüyə deyir ki, nə deyə, neynirəm bunu deyə. Görsən bax bir evdə şey də var. Böyle erkek, yəni ki, sən mənə lazım deyirsən. Ona görə bizim dərdimiz biz müharibəyə gedmirik. İndi mən sənə bir şey deyim. Düşürsən ki, hə belə, qadın belə falan. Qadın haçan başladı başqa. Çünki o qədər əzildi ki, Baxın bir dəqiqə. Əzilmədi də, onu elə algılamayaq da. Bir dəqiqə. 1 minute, please. Mən istəyirəm sözünü. İstər uşaq olsun, istər qadın olsun. Ümumiyyətlə, kimsə kiminsə tabiçiliyindədirsə, tabiçilikdə sənsə əzilir. Bəli. Və işçi müdürünü tabiçiliyindədir deyə görmürük şirkətlərdə. Baxırsan ki, nə var müdürdür. Sən onun adicə danışıq tərəzdə. Necə danışır? Yekə danışır, böyle danışır. Ya adi gedirsən, dayankadadır, görsən maşınını yekə bir dənə maşınla gəlib, parkovşiklə elə danışır ki, onu əzməyə çalışır. Yəni insan şuuraltı səviyyədə, mən demirəm bilərək planlı şəkildə. Amma onu da hamı eləmir. Onu kimlər eləyir? Başqa yerdə əzilən adam, başqa yerdə əzilən, özündən aşağı səviyyəli adam görəndə sırada başlayır ona. Afında saxla. Qoy şey, bir vaxta çatdırım. Yox, söylədim. Cümlə qəşəng cümlə idi. Mən onu tutdum onu. Amma sən nə dedin? Sən sözünü tuturam. Məsəl üçün, sən məni kimisə özündən üstün də olsun, aşağı da olsun, əzməyimi görə bilməzsin. Çünki məndə elə bir xüsusiyyət yoxdur. Sən məni? Sən deyək ki, məni, kimisə əzməyimi, deyək ki, lapusların şıq olsunlar, nə olur olsun. Yəni, özümdən aşağı gördüyüm, kimsə əzməyimi, deyək ki, yox, məsələn. Onu özün necə deyə bilirsən? Görmürəm. Hardan bilirsən? Görmürəm. Hərdən elə vaxt olur ki, hərdən elə vaxt olur ki, biz bilmədən də, istəməyərəkdən də bu hərəkətləri edirik. Hə, o bilmədən. Bizim nə qədər əziz. Yəni, elə bir kişi yoxdur ki, Azərbaycan mentalitetində olsun. Elə bir insan yoxdur ki, özündən zəifi göstərməsin. Yəni, yox, zəifi görmək söhbəti deyil. Elementar deyil, yoldaşını belə bir dəfə də olsun əzməsin. Yox, o mümkün deyil. Biri var, o xroniki xəstəliyi əmələ gəlir. Yox, orada biz xronikidən danışırıq. Hə, oyunda bir dəfə, oyunda. Bir dəfə olur, bir dəfə olur, bu daimi olur. Qadınların da şey yapmışlar. Lazımsız şeylər yapsan qalsın. Yok, biz bu tekrar bir şey olayım. Gene farkında olay. Mesela nedir? Bak dünya, genel dünya. Dünya insan təbiətindən. Birinci insan təbiətindən. İnsan təbiəti. Yani, altı şey kinosuları, Zita gibi kinosuları. Baxmışıq da. Əkiz bacı olurlar, bir tsiqanların üstündə böyüyür, oraca öz Mən onu demək istəyirdim. O birisi uşaq vaxtından əzilir, atası anası ölür, qalır əmin himayətində, əzilir, artıq əzik böyüyür. Və sonra onların yeri dəyişik düşəndə, həmən bu özgüvənli qızı əzə bilmirlər. Orada onların hamısını disiplin oturur. Məsələ əzəndə deyil. Məsələ odur ki, biz düzgün uşaq. Nədədir? Məsələ əzəndə deyil. Məsələ əziləndədir.
Biz onu başa düşməliyik ki, əzilən tərəf istər qadın olsun, istər kişi olsun, və istər xəyanətə uğrandın, dəyərsizləşdirdin, getdi qohumların içində səni aşağıladı, getdi anasının yanında sənə bir söz dedi. O özünü səndən üstün görür. O bilir ki, sən orada maksimum oturub ağlayacaqsan. Ya da gəlib ona dava eləyəcəksən ki, mənə ananın yanında niyə belə dedin? Mənə və yaxud xəyanətini də çox rahat eləyəcək. Niyə eləyəcək? Niyə eləyəcək? O mənim bu danışdığım кейslər var ki, sevgili də bir arvadı ilə ikisi bir yerdə orada dalaşırlar. İkisi bir yerdə bu kişini bölə bilmirlər. Nə sevgili getmir bu münasibətdən, nə arvad getmir. Hamısı rahatdır. Hamısı rahat. Bilir. Bir-birlərlə danışırlar. Sevgili deyir ki, arvadım mənə niyə belə mesaj atdı? Arvad da deyir ki, sevgilin o story-yi paylaşmışdı. O orada mənə söz ilişdirirdi falan filan. Əgər o kişi bilsə ki, ya sevgilisini, ya arvadını %100 itirəcək, o buna əmin olsa, ona görə davranır. Ona görə davranacaq. Amma indi bir şey də var da. O da sənə insan vardı ki, belə əzilirlə orada, o insanı görürsən, o insanlar ondan istifadə edənlər də var. Məsələn, o situasiyadan ona sərf eləyir. Ona elə olmaq sərf edir. O özü həmən o pozisiyada. Özü manipulyasiya rejimindən keçir. Əsərində var. Şeydə həbsxanada görür ki, iti hamı vurur, hamı vurur. Bu gedir itə biraz navaziş göstərir. Sonra it bir daha bunun yanına gəlmir. İt bunu vuranların yanına gəlir. Çünki ona öyrəşir. O it ona öyrəşir. Əzilmək orada psixologiyada mənə deyirik, orada həzz var. Əgər məni incidilən yerdə qalmağı seçirəmsə, ki, həyat bir seçimdir. Bəzən mənə şikayət edirlər ki, eyni situasiyada ya. Deyir ki, mən uşaqlarıma görə düzdür. Sizcə nə dərəcədə doğruluq payı var burada? İndi belə deyək də, indi biz psixologiyanı bildiyimiz üçün biz adekvat popoloçkam qoya bilirik də, belə deyək, rəflərə düzə bilirik hər şeyi. Amma bilməyən adam elə bilir ki, həqiqətən də öz beynini elə inandırıb ki, özü ona inanır. Özünü inandırıb ki, mən uşaqlara görə dözürəm. Xeyr, bu dünyada, bu həyatda hər kəs öz istəyini və beyin özünə xeyir olanı seçir. Tamam. Və biz bunu özümüzlə ancaq üzləşəndə dərk eləyirik. Özümüzlə də üzləşmək insan üçün çox ağırdır. Və bunu elə vaxt olur ki, ya çox ağır, pis bir şey yaşayanda biz, necə deyərlər, bu həyatın şapalağını mən həmişə belə deyirəm, şapalağını yeyəndən sonra özümüzə gəlirik. Necə bir insan affekt halına olur, bir şillə, bir su vuranda özünə gəlir. Ya da ki, kiminsə köməkliyi ilə. Çox vaxt psixoloqa niyə gedirlər? Çünki sənin özünlə üzləşməyin üçün məcbur eləyir səni psixoloq. İnsan özünü görmür. Mən çox eşitmişəm ki, elə adamlar var, deyirlər ki, yox, mən psixologlara inanmıram. Amma getməyəndə insan özünü görmür. O məsələsində psixoloq insanı özünə göstərir. Deyirəm də özü ilə daxili ilə. Problemi də kökü daxildədir. Bəs mən nə deyirəm? Bəli, problemin kökü daxildə. Hə, problemin kökü, əgər bir problem vardısa, o problemin kökü insanın öz daxilindədir. Məsələn, o deyir, ailədə ünsiyyətsizliklə, səyahətlə, baboş bu şeylərin kökü insanın özündədir əslində. Əgər sən deyirsənsə, yox, mən niyə ünsiyyətim yoxdur, yoldaşımla niyə bir söhbət eləmirik, biz niyə danışmırıq, biz niyə səyahət eləmirik, onun da kökü o insanın öz daxilində. Əgər sən onu istəsən, yavaş-yavaş, bir dəfə parka gedərsiniz, bir dəfə nə bilim, bir çay içərsiniz, bir də baxarsınız ki, Maldivdədir. Mən belə həyat təcrübədən deyirəm bunu. Mən çox fikir vermişəm, müşahidə eləmişəm bunları. Ailələri müşahidə eləmişəm. Psixologiyanı oxuyandan sonra mən əvvəl başqa düşüncədə idim. Yəni, insan istədiyi vaxtda dəyişilə bilər. Psixologiyanı oxuyandan sonra bir çox şey və həyatda araşdırmağa başladım ki, elə deyil. Hər şey gəlir ailənin bünövrəsindən. Necə olur? Əgər bu ailədə, bu ata ilə ananın münasibətini bu uşaq görürsə, istər-istəməz bu bundan da gedir. Model, bəli, bu uşaq belə formalaşırsa, bu böyüyəndən sonra istədiyi xanımıyla elə insanlar var ki, istəyir qucaqlasın adam içində, çölə çıxsın ondan. Bu atadan, anadan bu davranışı gördüyü üçün
bunu eləyə bilmir. Avtomatik Aynen. olaraq ailədə bu Bayaq Amma dediğimiz bu mesele sadəcə ya. edirlər. Bir dəqiqə bayaq dediyimiz məsələ. Sən 23 ildir məni stolda oturtura bilirsən. Yolda. Yəni Hə, bir yerdə yemək də, yemək yerində. masasında da. Yox. onda Yox. biz bu daxili Çünki boşluqları sən o modeli götürmək görmüsən. üçün Mən o modeli görməmişəm. O model mənə doğma deyil. Bu mənim özümdən asılı da olan. şuur altı uje nə qədər də bilsə Bəli. faktı şuur İndi altı sən məni avtomatik 23 ildir götürürsə. dəyişə bilmirsənsə, mən bir 23 ildən sonra bir yerdə yaşasam, yəni sən məni belə Amma formada o mənim üçün, qəbullandın. o mənim üçün böyük bir problem olsa, Hı hı. mən onu yavaş-yavaş istədiyim kimi dəyişə bilərəm. Əgər o mənim üçün böyük bir problem olsa. Görünür ki, bunu mən deyirəm, yəni bu məni narahat eləyir, amma elə bir böyük bir problem Qlobal deyil. bir problem deyil. Hə, sənin üçün belə dedik qalan. Hə, amma Yəni mənim üçün o başqa müsbət keyfiyyətlərim onlar. Biraz eləyir onu. Başqa müsbət Yo, mən keyfiyyətlərim. mən demək istəyirəm ki, əgər insan üçün o dediyin biz görürsüz ki, hər şeydən narazılıq eləyirik, danışırıq, elənirik, amma o həqiqətən onu biz qəbul eləməyəndə bu yəni bizim qırmızı xəttimizdirsə, onu ya düzəldirik, ya qaçırıq. Onu düz deyir. Məsələn, mən bəzi görmüşəm də xanımlar deyir ki, məsələn, həyat yoldaşım onunla danışmır, söhbət eləmir. Amma baxıram ki, onun üçün öncəlik onun ünsiyyəti deyil, emosional bağı deyil. Onun üçün öncəlik puldur. Axı adam münasibətlər həmişə deyirəm də iki şeyin üzərində qurulur. Ya maddi mənfəət, ya mənəvi mənfəət. Hətta birini bir dəfə belə bir şuuraltı terapiya eləmişdim və xanım dedi ki, hipnozdadır. Dedi ki, mənim uşaq vaxtı kəndə xalam gəlirdi şəhərdən, Bakıdan. Həmişə gələndə belə hədiyyəli, padarkalı, sumkalı, belə qəşəng geyimli, keçimli. Biz deyir, bu xalaya pərəstiş eləyib də ki, ayda gün gəlsin, mən də xalanın yerində olum. Yəni o vibe-la gəlməkdə, hə, onu istəyir. Və hal-hazırda o formada o gedir kəndə. Amma dediyimiz boşluqlar var. Məsələn, ünsiyyət yetersizliyi var. Şəhərdə, gəlin evdə, yəni xidmət sahəsindədir də. Bunun işi Onun ancaq istədiyi əsas o xala kimin kəndə getmək. onu istəyir. Onu da həyat ona verib. Yəni öncəliyimiz nədirsə, bunu Qriqori Menki çox qəşəng dedi. Deyir ki, bizim həyatda həyat seçimlərdən ibarət. Və seçimlərimiz də öncəliyimiz nədirsə, odur. Məsələn, bizdən gəldi indi soruşdu ki, çayı nə ilə verim? Bizə bir 3-4 variant verdi. O demək deyil ki, biz o gilası və yaxud heyvanı, amma öncəliyimiz bu mürəbbədir və bunu seçdik. Yəni Və Qafqaz düz deyir orada ki, şikayətlə o Kəramətin qəşəng bir söz var. Deyir bizdə də deyir giley səviyyəsində bizim də şikayətlərimiz giley. Yəni insan bir şeyə əmək versə, o şeyi düzəldə bilər. Məsələn, xoşladığım bir dənə bir alim vardı, İslam alimi. Onun bir söz vardı. O deyir ki, deyir Allah əməyə o qədər üstünlük verir ki, deyir Allah əməyi o qədər dəyərləndirir ki, deyir əgər bir insan haram iş görmək uğrunda da əmək versə, Allah onu o haramı da ona nəsib edir. Çünki əməyə o qədər dəyər verir. Yəni insan söhbət haramdan getmir. Hansısa bir işə əmək verəndə, sən bu işə əmək verəndə də sənin məqsədin var. Deyək ki, bu işə əmək verirsən ki, sən oradan pul qazanasan, Allah sənə o pulu verir. Çünki sən o işə əmək verirsən. Deyək ki, sən bu işə əmək verirsən ki, mənim ailə münasibətim düzəlsin, mənim ailəmdə hansısa problemlər vardı, onları həll etmək istəyirəm. Əmək verirsənsə, Allah o problemləri həll eləyir, sənə o münasibətlər düzəldir. Çünki Allah heç kimin əməyini itirmir. Əməyə çox böyük dəyər verir. Bir çox əmək verən insanlar da var. Görünür ki, qarşılığını görmür. Elə olan halda. Görünür ki, qarşılıqsız əmək yoxdur. Mümkün deyil. Yox. Yaxşı əmək. Sonra ona bir nəticə olacaq. Bax, bir məsələ var. Bir məsələ var. İcazə ver onda. Nə qədər ki, bir şeyin üstünə onu daha çox tutmağa çalışırsan, onu tutduqca sən onu itirirsən. Çünki boğursan. Onu öldürürsən. Kəpənək kimi. Ay sağ ol. Həmişə o hədd var. Buranda da ayə var. Ən üstün əməl nədir? Sədəqə. Ona belə Allah Quranda deyir ki, sədəqə verən zaman nə əldən bərk olun, və də boş olun, yoxsa qınanıb peşman olarsın. Mən əmək verirəm deyə bunu tutub sıxıram. Məsələn, uşağı götürürsən də kontrol, hara getdi, hara gəldi.
10 dəfə şey eləyirsən və ya əmək verirsən də, sən öz kəndi aklında tüklər demişkən, öz düşüncəvə görə sən ona əmək verirsən. Amma sən ona əmək verdikcə sən onu itirirsən. Əmək verdikcə sən onu çünki ondan başa düşdüm nə demək istədim. Artıq bu onun üçün bilirsən nəyə gəlir? Həbsə. Ya və yaxud qadın olsun kişiyə zəng edib gündə 10 dəfə hardasan, kimdənsən, nə edirsən? Total kontroldur da. Ay sağ ol. İtirmə qorxusundan yaranan kontrol qarşı tərəf bir müddətdən sonra. İtirmə qorxusuna yaranan kontrolunu başlayır qarşı tərəf. Hansısa bir problemi həll etmək üçün. Problemi həll etmək bəzən bir problemi həll etmək üçün ona əmək vermək lazım. Onu sadəcə buraxmaq lazım. Yox, o buraxmağın həll olmayacaq. Olacaq. Fokusu bu şeydən çəkirsən. Situasiyaya baxır və insanına görə davranmalısan. Elə vaxt olur ki, buraxmalısan, elə vaxt olmalıdır, buraxmamalısan və elə vaxt olmalıdır ki, qranitsən tapmalısan. Bəzən qazanmaq bizi saçan başlayır. Qazanmaq bir dəqiqə o şeyi istəməyən. Yəni onu itirəndə. Yəni qazanmaq istəmir. Məsələ sadə bir şeydir. Bu zəhərli narsistlərdən danışdıq. Bu deyir, pick-up gətirirsən yüksək səviyyəyə, sonra elə hətta çatdırır ki, sən onun dalıca qaçasan. Bir tərəf, bu ailədir, ailə münasibəti və yaxud sevgili münasibəti. Bir tərəf düşür, bunun dalıca düşür. Yadında bir dəfə xanım gəlmişdi, bir konsultasiya deyirdi, qızıllarıma qədər mən bir çox vermişəm ona. Yəni bu adam əmək verir də, nə istəyirsə oğlan ondan. Bu qadın ona hər şey eləyir. O əmək vermir. Sadəcə onun egosunu doyurur. Bəli. O nə istəyirsə onu verir. Burada qadın itirmək qorxusundan mən o əməkdən deyirəm ki, məsələn, ilk insan əməyi deyək ki, osuqdan sonra əkinçilik olur. Məsələn, sən əkinçiliyə əmək verirsənsə, sən toxumu səhriyə denən ki, burada mən buğda yetişəcək. Sən mənə konkret əmək verməlisən. Əmək verməlisən. Mən sənə konkret bir dənə vəziyyət, real, yəni fəlsəfə yürütmürəm. O əmək vermək kiminsə egosunu doyurmaqla. Sən burada hansı var yəni? Burada bu əmək vermək sən bu münasibətdə nəyə deyirsən və qadın necə bir əmək verməlidir? Yox, özü biz də danışırıq, biz evlilikdəki münasibətlərə əmək verməkdən. Əgər bunlar evli deyillərsə, o da hansısa bir istifadə məqsədi ilə, o da əslində elə istədiyini alır da. Məsəl üçün, o kişi də bu qadına yaxınlaşıb ki, onun puluna görə bilir, onu deyəsən qızlarını satır, qızılı var, pulu var. O da o münasibətə əmək verir ki, istədiyi də odur. İstədiyi onun qızıllarını pulunu almaqda ona da nail olur. Və yaxud evlilikdə deyirsən, mən sənə evlilikdən də danışım. Bu yaxınlarda real bir keysim var. Deməli, xanım deyir ki, mən hər şey elədim həyat yoldaşıma. Yəni, evdir, maşındır, bunların hamısını mən qazanmışam, mən eləmişəm. Və bu yaxınlarda məni tərk elədi, başqa bir xanımla hal-hazırda gedib yaşayır. Deyir, mən otururam, toya gedirəm, ağlayıram ki, axı mən 3 adamın işini işləyirəm, qadın deyir. Bəs biz bayaqdan nə danışırıq? Biz danışırıq ki, ailədə emosional boşluqlar olmamalıdır, o boşluqlara yer qoymaq olmaz. Dəyərli həyat yoldaşı, manipulator, psixopatdır. Gedir yalandan özünü başqa kimlikdə təqdim edir cəmaatda, insanlardan istifadə edir. Parazit insan. Bu xanım bu paraziti neyləsin? Heç bir kişi, heç bir... Texlafosda zahərbəsin. Özünü lazımlı, dəyərli hiss elədiyi yerdən getməsi mümkün deyil. İş arasındadır ki, bu qadın dəyər güclü verir. Güclü dəyər, onu evində, kişi onu gəlib evində qalırsa, ona dedim də maşını verir, nə deyir? Dedim, ev alıb, maşını alıbsa, onu... Aşırı dəyər də şımartır insan. Aşırı dəyər şımartmalı. Çünki niyə o bilir ki, o məni buraxmır. Məsələn, elementar biz misal götürün də, kişi, uşaq deyim ya. Bir uşaq, bir kasıbın uşağına mağazindən keçəndə deyir, kaş bir dənə bu biskvitdən alıb yeyə bilsəydi. Varlının uşağı nə edir? Deyir, alır, yeyir, ikincisini də açır, bir diş vurur, tullur. O bilir ki, mən yenə istəsəm, yenə alırlar məncə. Bu da eyni, yəni standart təkrar olunur. O, həmən o uşaq, elə böyüyən uşaq gələcəkdə də eyni davranışı eləyir. Birinə, ümumiyyətlə, dəyərindən artıq dəyər verəndə ilk dəyərsizdir.
insan sən olacaqsan. Bir insana Onu kişi itirəndən olsa, sonra onun qədrini bilir. Tamam. bax, istər kişi olsun, istər qadın olsun. %100 bunların istəkləri tətmin olunsa, %100 istədi, ideal olduysa, o münasibət. Bəli. Çünki o artıq buna çatıb axı, maraqsızdır. Bilirsiniz nə Münasibətin olmalıdır? pikinə çatanda maraqsız gəlir. Yəni. Bilirsiniz nə olmalıdır? Yeməyi də belə deyə, ən dadlı yeməyi belə gətir. Bir neçə gün dalbadal ye. Doyacaq. Hə, Yeyə bilir. Ne hər gün biri ilə evlənsin, satma. Bizim deməkdən beləsi. Yalan söylüyor. Mən bu sözümü tapıram. Mən sizin sözünü. Bir insanda özünü əritməmək. 100% özünü, yəni tanıtmamasın. Sənin öz maraqların olmalıdır. Öz həyatın birinci özünə maraqlı olmalıdır. Sən özün özünü sevmək. Aysa özünü sevməli, özünə maraqlı Öz-özünə dəyər olmalıdır. verən insan, özünü sevən insan, Özünə maraqlı olan insan, öz Özünü- hobbiləri olan insan. bəli, öz çərçivəsində yaşayan insan Bəli. həmişə qırağa da maraq dairəsində Xoşbəxt oldurar. olması üçün başqasına ehtiyacı olmayan insan ideal insan. İdeal insan. Amma biz bunu yaşaya bilmirik. Biz elə bir tərbiyə görmüşük, elə bir dövrdə yaşayırıq ki, если sən varsan, sən ətrafa da kömək eləməlisən. Özündən başqa hər kəsi düşünməlisən. Yaradılış olarak sosyal varlık. Sadəcə olaraq indi biz niyə bu xaotik dövrdə yaşayırıq? Çünki çevriliş olur. Bu sosial şəbəkələr var, xarici ölkələrə insanlar çıxış eləyir. Məsələn, mən özümdən götürürəm. Nə qədər ölkə gəzmişəmsə, bir çox ölkələrə getmişəm. İnsanların mentaliteti olsun, özləri olsun, çox müşahidə eləyəndə baxıram ki, bizdə Azərbaycanda biz hələ dəhşətli bir xaotik bir dövrdə yaşayırıq, gəlmişik. Biz hələ övladlarımızı hansı yöndə tərbiyələndirməliyik bilmirik. Qadın kişi münasibəti hardadır, onu qranitsanı bilmirik. Niyə? Məsəl üçün mən ərimlə, yoldaşımla bu günləri Fransaya gedirəmsə, orada gördüyüm kişi qadın münasibəti gəlib burada modelləşdirirəmsə, biri görür, onu eləyir, amma o bilmir tam düzgün olanı nədir. Və biz hər yerdən biraz götürmüşük. Yəni özümüzü tapa bilməmişik. Tapa bilmirik. Məsəl üçün bayaq dediyi kimi 50-50 tamam qadın deyir ki, mən işləyirəm, mən də bir fərdəm öz sözümü demək istəyirəm. Axı sən sözü deyə bilmirsən. Sən nə etmək istəyirsən? Sən nə etdiyini hələ bilmirsən. Sual verirsən. Baxırsan ki, tamam, sualı verirsən, oturub qalır deyir doğrudan mən nə etmək istəyirəm. Mən sərbəst olmaq istəyirəm. Deyirəm, tamam, ol sərbəst. Sən sərbəst Yox, olmaq o deyil. Nəyə deyil bilmir. Mən diskotekaya getmək istəyirəm. Sənin deyirəm 2 aylıq uşağın var. Sən diskotekaya gedirdinsə, niyə evlənirsən? Yox, bizim ətrafımızda Mənim podruqalarım gedir. Bax, bizim ətrafımızda var elə, uşaqlar da var. Yeni uşaqlar var da, 3-4 aylıq uşaqlar var. Daya baxır uşağa. Dəqiq xaricə gedirlər. Söhbət ondan getmir ki, bu insan bax o həmin xanının dairəsini tutub nə elədiyini bilir. Bəli, yəni ər də okeydir. Это нормально. Bu onlar üçün okey. Bu normaldır. Amma mən o insanlardan danışmıram. Xəyanətə uğrayan insanlar, ailəni dağıdan insanlar, yeniyetmələrin düzgün tərbiyə olunmaması, bizim belə deyim, bizim tərbiyə ilə indiki tərbiyə qarışıb bir xaosa dönüşüb. Biz nə özümüz tam formalaşıb nə istədiyimizi bilirik, nə də ailədir ki, adət-ənənəvi bir modern quruluş var. Savremenli dövrü qarşılamaq. Modernlə adət-ənənə bu dəqiq Karşı birbirine. Bu dəqiqə biz odur. Biz o dönəmdəyik, amma toparlayıb çıxa bilmirik. Məsələn, xəyanətlərin, boşanmaların, bir çox şeylərin səbəbi nədir? Sırf budur, biz başa düşmürük. Uşaq doğulur, biz tərbiyə verə bilmirik. Hansı yolla düz gedəcəyik? Ya adət-ənənəylə mi gedək? Modernlə mi gedək? Yəni Və bunun balansını bunlar hətta oturmuyor tutdura yerdə. bilmirik. Məsəl üçün, əvvəllər bizdə qadın maşın sürərdisə çox pis baxılardı. Bəli. Mən özümdən götürürəm. Mən o vaxtda maşın sürməyə gedəndə, prava oxuyanda bu Azərbaycanda dəhşət bir şeydir. İndi amma Maşallah, indi adi bir normal. çox sevinirəm. Təbii ki, gözəl bir şeydir. İnsanların psixologiyasını yavaş-yavaş öyrəşdirirlər, amma bəzi şeylər təbliğat düzgün getmir. Çox şeydə təbliğat Çünki düzgün təbliğat da getmir. getmir axı. Siz təbliğat da getmir. Bu Bilirsiniz, təbliğat gedir, Hər şey kimə necə bilirsiniz. sərf edir, elə Ay, gedir. sən necə Birisi bilirsən? birisi bürünüb, birisi açıq geyinir.
açıq geyinən bürünənə söz deyir, bürünən açıq geyinənə söz deyir. Sənin ondan nə işin var? Hər kəs bayaq dediyimiz kimi öz ailəsində, öz respublikasında, öz dövlətində, özü bilər nə istəyir, eləyir. Sən özünü odaqla. Özünü sev. Problem orada. Deminlə biz başqasına takılırıq. Çünki hələ fərd olaraq özünüzü seçməyi öyrənmirsiniz. Bizim dərdimiz odur, problemimiz odur əslində. Bəli, özlüyündə xoşbəxt olan adam tam təqdim olan. Ona maraqlı deyil. Heç maraqlı. Aygünün ailəsinə. Nərmin ailəsinə. Onun əri ona nə aldı? Onun əri Elə ona nə Qınyanın da Xaricdə bu heç kimə maraqlı maraqlı deyil. deyil. Amma bizdə maraqlı olduğu üçün bu bunun ailəsini dağıdır, bu bunun ailəsini dağıdır. Bu buna söz atır, bu buna söz atır. Çünki sabah gedib o ərinə deyəcək ki, bax, gördün, filankəsin əri arvadını götürdü, apardı Maldivə. Sən məni apara bilmirsən. Sən məni bir dənə filan yerə aparma. Yəni ərinə bir şey elətdirmək istəyir, alçaltmır. Onu manipulyasiya eləyir. Ona bir şey elətdirmək istəyir. Onun egosu ilə oynayır. Onu filan kişi ilə yarışa qoyur. Deyir ki, o səndən artıq kişidir. Ona o duyğunu aşılır, qıcıqlandırır. O elədi. Bu da arvadı ilə Maldivə getmək üçün yox. Əlövsədə göstərmək üçün ki, heç mən də səndən bir kişi olaraq dala qalmıram. Götürür arvadını, aparır Maldivə. Və necə gedirlər o Maldivə? Gətirsə oraya. Kimi? Çünki mən səmimiyyət olmuyor. Orada o qadın o göstəriş üçün getdi ora. O özünü sübut eləmək üçün getdi. O bu qadınla gedib bir stəkan belə çay töküb, oturub bir olandan, keçəndən, bitəndən, gələcəkdən, axır ki nə dəsə, maraqlar nədən. Söhbət edib, xoş vaxt keçirmək üçün getmədi. Yanıma gələn adamlar, depressiya düşən adamlar çox sual verir ki, mən ölkədən çıxsam xoşbəxt olaram. Hal deyirəm ki, hardan bilirsən? Deyir, bilirəm də, cəmaət çıxıb hamısı xoşbəxt olub. Mən bir də özümü misal gətirirəm. Deyirəm, elə vaxt olub ki, problemim olur. Mən demişəm ki, ölkədən çıxsam, eyni o həmən adam kimi, ölkədən çıxsam mən düzələrəm. Amma ölkədən gedəndə bu ürəklə, bu baş mənlə gəlir. Hara girsiniz? Bu düşüncə mənləndir. Deməli, mən belə qərara gəldim. Bir dəfə haradasa 4 ölkə gəzdim. Dedim, görüm nə olur da. Bu deyilənə görə eksperiment elədim. Heç bir xeyri olmadı. Çözümü olduğu yerə gəlib, olduğu yerdə çözdüm və o huzuru orada tapdım. Gəncə düşüncəndir. Bəli. Bir siz Amma insanlara nə deyirlər? Sən xaricə getdin, varlanarsan. Sən xaricə get. Çörək qazanan daşdan da çörək çıxarır. Xaricə gedəndə o nə deməkdir ki, sən xaricə getdin? Burada aktiv olan insan xaricdə 2 qatını ola bilər. Tamam. yaxşı. Gəl mən sizə bir şey deyim. Bax, elə insanlar var ki, mən tanıyıram. İndi xaricə köçməkdən danışdıq deyəsən. Bu bizim ortaq tanışımız. Qadın burada qaynana, qaynata baskı altındaydı. Potensialını üzə çıxarda bilmirdi. Və tez-tez onda epilepsi tutmalar olur. Və köçdü Avropa ölkələrindən birinə. Qadın da təbiətən liderdir. Amma o liderliyini burada göstərə bilmir. Ondan daha güclülər onu basır. Mentalitet onu basır. Potensial məhdudlaşır. Köçdü ora. Köçdü Avropaya. İdarəetmə orada keçdi onun əlinə. Dili bu öyrəndi. Həyat yoldaşından daha operativ oldu. Sənət üstünə dişi falan deyəm. Məsuliyyət keçdi buna. Və bu da təbiət olaraq elə insanlardır ki, məsələn, idarəçi insanlar. Bunlar xoşlayırlar ki, o deyir ki, mən daha yaxşı bilərəm ki, bu stəkan burada dursa daha yaxşı olar, yoxsa burada da kontrolcu insanlar. Onlar başqalarının dediklərinə yox, öz bildiklərinə inanırlar və öz bildikləri ilə hərəkət edəndə güvəndə hiss edirlər. Nə qədər ki, onu başqası idarə edir, o burada ancaq xaos görür, təhlükə görür, xaos da onu narahat edir. Elə adam var, xaosdan vidalanır. Elə adam var. Məsələn, bir mən eyni xasiyyətdəyiz orada. Xaosda, məsələn, mən də konkretika olanda narahat oluram. Amma elə adamlar var ki, psixotiplərdən danışsaq, məsələn, epileptoidləri götürə bilərik. Epileptoidlər o gərək bilsin. Hər şey proqramlaşdırılır. Və bu xaricə köçəndən sonra, idarəetməni öz üzərinə götürəndən sonra bu qadın, bunun epileptik tutmaları azalmağa başladı. Və demək olar ki, yox səviyyəsinə gəldik. Və orada iş olaraq da özünü inkişaf elətdirə bildi,
başqa o dediyim ailə məsələlərində də artıq kontrol onun əlindədir deyə xoşbəxt. Yəni deyib burada bəzən şərait biz ona icazə vermir axı ki, mən burada məsələn deyəlim ki, sən ayrı şirkət açmaq istəyirsən. Buradan da çıxa bilmirsən çünki buradan maaş alırsan. O da risklidir. Təzə şirkətə gedəcəm, gedib açacağam, işləyəcəm, yəni böyük bir keçid çətindir prosesdir. Çünki orada bəlirsizliyi var, burada müəyyənlik, burada qeyri-müəyyənlikdir, burada müəyyənlikdir. Bəlkə o daha yaxşı olacaq o yenə. Amma burada o Daniel Kahneman'ın hər yerdə beceriksiz. Daniel Kahneman soyadı. Onun belə bir deməli iqtisadçıdır, psixoloqdur, amma iqtisadiyyat sahəsində belə bir açılış elədi və Nobel mükafatı aldı buna görə. O dedi ki, insan qazanmaqdan çox itirməkdən qorxur. Bu zaten insan için normal bir şey. Və ona görə bəzən niyə insanlar yeniliyə mən də qaytaracağım, gətirəcəm onu xəyanətin üstündə. Söhbətimizi oradan başlamışıq. O bayaq dediyim kimi, o iki sevgili, arvadla sevgili orada bir-birləri ilə savaşırlar. Heç biri də getmir. Kişi də burada özünü şah kimi hiss edir ki, gör mən necə dəyərliyəm. İki qadın mənim üstümdə müharibə edir. Burada qadınlardan hər hansı O kişinin özgüvənim yəni kəşməndə olaydı. O kişinin özgüvəni indi bilirsən. Kişinin özgüvəni məndə olaydı. O kişinin də orada çox belə möhtəşəm bir patlama yaşayır. Burada bu qadınları münasibətdə saxlayan nədir? Asıllıq, bağlılıq. Daha yaxşı həyatım olmayacaq. Özgüvənsizlik. Bacarmayacaq. O bayaq gəlir ona qazanmaqdan çox insan itirməkdən. Və yaxud uşaqlarıma görə Bir çox faktorları var. Uşaqlarıma görədir. Ailəsindən çəkinir, nə bilim. Qayıdacam atamın üstünə. Uşaqlarından yəni. Qayıdacam atamın üstünə. Bunu biz qadınlar bu yolu keçmişik. Bunu keçmişik. Hamımız başa düşürdük ki, çətin də olsa, öz həyat yoldaşımızın yanında yenə söz demə haqqımız var. Yenə bir arada üstünə bozara bilirik, yenə arada bir günahlandıra bilirik. İndi düşün, qayıtmısan təzədən o atanın üstünə. Hələ də Allah eləməmiş seçimi özün eləmisənsə, 2 qat bu sənə baş qaxınçlığı olacaq ki, biz onsuz da istəmirdik, sən onunla evlənəsən, sən özün seçmisən, gördün, sənə vaxtında demişdik. Ona görə qadın neynir? Bu münasibə, yaxud öz gücünə inanmır ki, mən gedərəm, bacararam nə isə, həyat yoldaşım olmadan da nələrsə eləyə bilərəm, qura bilərəm. Yəni, bunlar hamısı insanı bir toksik münasibətdə saxlayan amillərdir. Özünü seçməməyə məcbur eləyən amillər. Nə deyir, bəzən bir xəyanət insanın ən böyük oyanışı ola bilər. Siz birdən olur. Bax, indi xəyanəti yıxıb sürüyürük. Amma onun yaxşı tərəfləri də var. Bəs mən onu deyirəm də, bayaq da sözümün canında oydu ki, biz hər şeyə negativdən baxırıq. Yəni pozitivdən də baxmalıyıq buna. Tutaq ki, elə vaxt olur ki, o insan, o qadın, o kişi o xəyanəti hak edir. Və yaxud bilirsiniz, mən azı pozitiv münasibətə deyirəm. Kişi xəyanət edir. Amma görür ki, əlindəki, yanındakı qadın o qadından daha yaxşı var. Yəni. O daha yaxşı var. Çox məşhur bir film var, rusların çəkdiyi Lyubov i Golubov. Onu yerləşdirərəm, linkini də qoyaram. İnşallah istəyənlər girib orada baxar. Görsən orada Vasya gedir, xəyanət edir. Ay o Vasya. Vasya, bakmışsınız orada. Yox, orada Gözümdəki o xəyanət var, elə bir tesadüfen biz dediniz. Orada göydə yazılır. Ulduzlar yazır. Vasya. Və bu Vasya gedir, qalır bu qadının yanında. Qadın da böyle ideal, savadlı falan. Amma arvadı kənd arvadı olur da. Bir müddətdən sonra deyir ki, mən də ola bilmirəm. Mən deyir arvadımın yanına istəyirəm. O da deyir ki, o ifritənin yanına. Bu da gedir axı o qadınla güya danışmağa ki, bəs mən sənin əlini sevirəm, biz bir-birimizi sevirik. Sən buna hörmətlə yanaşmalısan, qadın da o saçını yolur. Başrolda Lyudmila Gurchenko oynayır bu arada. Və orada bir səhnə var. Orada qadın axır barışır, ər qayıdır, gəlir. Bunlar dalaşırlar, qırışırlar, neysə axırda barışırlar.
Və qadın bir söz deyir ki, yaxşı ki deyir bu ifritə bizim aramıza girdi. Elə münasibətlər çox olur. Deyir o göstərdi ki, nə qədər mən səni sevirəm və nə qədər sən məni sevirmişsən. Deyir pis görməsə yaxşıdır. Qədrini bilmərsən. Və bu şeylər də var. Hərdən Qadın gözümüzün tərəfində qabağında olanı biz o necə deyirlər, gözümüzün qabağında olan brilyantı görmürük. Açan ki o sirkonu görürük. İşıltısı, parıltısı itəndən sonra necə Yulirini mağazindən çıxandan sonra bax onda biz brilyantın əsl qiymətini bilirik. Bəzən, bəli, ona görə deyirəm ki, bəzən qazanmaq üçün itirməyi gözə almalısan. Hətta bəlkə də itirməlisən. Vaşa kimi eləyər. Yəni yenə də deyirəm, bu psixoloji xəyanətdən söhbət keçmir. Bu yavaş-yavaş yekunlaşdıraq. Yəni bir var, bax bu tərəfi də var. Bu məsələnin bir tərəfi. Digər tərəfində isə partnyor burada öyrəndi ki, mən tərk edilə bilərəm və mən bir insana yapışıb həyatımı, gələcəyimi onunla düşünməməliyəm. Özünə odaqlanıb, özünü inkişaf elətdirib, o olmadan da yaşamağı öyrənə bilər. Bu da xəyanətdən aldığımız pozitiv dərslər ola bilər. Çox maraqlı söhbətimiz oldu. Əslində bunu çox uzun da danışa bilərik, çox uzada da bilərik, amma mənə elə gəlir ki, vaxtımız elə bayağı onsuz da çox oldu. Təşəkkür edirəm bizi izləyənlərə. Ümid edirəm bəyəndiniz. Əgər bəyəndinizsə mütləq altdan şərhlərinizi, fikirlərinizi yazın. Layihəmizin davamını görmək istəyirsinizsə, sizin dəstəyiniz, bəyənməyiniz və paylaşmağınız bizim üçün çox önəmlidir. Çox təşəkkür edirik. Növbəti buraxılışlarımızda görüşənədək bu arada hansı mövzunu danışmağımızı istəyirsinizsə, onu da şərh bölməsində qeyd edin. Növbəti dəfə o mövzulara toxunarıq. Görüşərik. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Sağ olun.